Bugünkü videoda Hunlar haqqında bəhs edəcəyik. Daha doğrusu Hunların mənşəyi ilə bağlı yeni bir elmi işə toxunacağıq. Bildiyiniz kimi Hunların kökləri tarixdə müəmmalı məsələlərdən biridir. İstər danışdıqları dil olsun, istərsə də xalq olaraq kimlikləri. 18-ci əsrdən etibarən Hunların birbaşa Asiyada ilk köçəri imperiyasını quran Seonqunlardan törədiyi ən çox qəbul edilən fikirlərdən biri idi. Çinlilər Böyük Çin səddini elə məhz Seonqunlar da daxil bir çox Asiya köçərlərinin hücumundan qorunmaq üçün inşa eləmişdilər. Seonqunlar bizdə əsasən Asiya Hunları olaraq bilinir və Mete xan olaraq bildiyimiz Modu Çanyunun rəhbərlik etdiyi insanlardır. Bizdə də böyük ehtimal orta əsr Hunları ilə eramızdan əvvəl 2-ci əsrlərdə yaşamış Seonqunlar eyniləşdirildiyi üçün Asiya Hunları ifadəsi işlənir. Problem isə bundadır ki, Seonqunların süqutu ilə Hunların Avropada görməyi arasında təxminən 3-4 əsrlik bir boşluq var, hansındakı Hunların doğrudan birbaşa Seonqunların davamı olduğunu deməyi çətinləşdirir. Seonqun konfederasiyası dağılmağa başlayanda bəzi tayfaların şimala və qərbə doğru hərəkət elədiyini bilirik. Ona görə də onların ən azından bir qisminin zaman içində Avropaya gəlib yerləşmiş olmağı heç də mümkünsüz deyil. Bu il aparılan bir araşdırma, yəni 2025-ci ildəki bir araşdırma da məhz Hun dövründə və sonrasında Karpat hövzəsində, yəni indiki Rumıniya, Macarıstan ərazilərində yaşamış fərdlərin daha əvvəl mərkəzi və şərqi Asiya steplərində yaşamış insanlarla genetik əlaqəsinin olub-olmadığını üzə çıxarmağa çalışdı. Yəni dolayı yola desək, Avropada yaşamış Hunlarla Asiyada yaşamış bu Asiya Hunlarının, yəni Seonqunların bir genetik əlaqəsinin olub-olmadığını üzə çıxarmağa çalışmışdı. Tədqiqatçılar bunun üçün 35-i yeni olmaqla 370 nəfərin qalıqlarını analiz elədilər. Nəticələr onu göstərir ki, Hun dövrü və həmin arxasından gələn dövrdə Hunların Avropada məskunlaşdığı yerlərdə Şərqi Asiya mənşəli böyük bir vahid icma yox idi. Əvəzində başa düşdüyümüz qədərilə Hunlar Avropaya gələndə artıq qarışıq soy kökləri daşıyırdılar. Bu əslində bəzi tarixçilərin spekulyasiyası ilə də üst-üstə düşür. Çünki bir çox tarixçinin də əvvəllər qeyd elədiyi kimi Hunlar konfederasiya, yəni bir ittifaq idilər və fərqli millətlərin ortaq məqsədə birləşməyindən əmələ gəlmişdilər. Lakin maraqlısı bundadır ki, şərq tipli və adətən köçəri elitaya aid sayılan bəzi xüsusi qəbirlərdə dəfn edilmiş şəxslərin genlərində aydın bir şəkildə Şərqi Asiyalara aid genetik izlər var. Bu göstərir ki, Hunların çoxu müxtəlif etnik köklərə sahib olsa da, bəzi yüksək statuslu şəxslər doğrudan da birbaşa Seonqunların son dövrlərində yaşamış elitadan törəmişdilər. Yəni belə ehtimal eləmək olar ki, Seonqunlar süquta uğrayandan sonra bir qisim elita qərbə doğru köçərkən önlərinə çıxan, onların həyat tərzinə uyğun olan digər köçərlərlə də birləşərək və yaxud da onları öz tərkibinə qataraq bir ittifaq yaratmışdı və bu ittifaq artıq 4-cü, 5-ci əsrlərə gəldikdə Avropaya qədər çatmışdı. Amma yenə də deyə bilərik ki, ortada böyük bir boşluq var. Yəni həmin o 3-4 əsrlik müddətdə biz Hunların bu iki coğrafiya arasında nə elədiyini tam da bilmirik. Yəni ümumiləşdirsək, Hunların az da olsa Asiyada yaşamış Seonqunlarla və ya Asiya Hunları ilə əlaqəsinin olduğunu görə bilirik. Əgər bu mövzuya maraq olarsa, növbəti videolardan birində Hunlar haqqında, xüsusilə də onların dilləri ilə bağlı problemi də müzakirə edə bilərik. Hələlik.